nə qədər ki ömrümüz var, daimi qardaşlarımızı yaşadaq, tanıdaq dünyada və axirətə qədər qardaşlarımız yaşamalıdır. Onların gələcək nəsillərə nur üzlü qardaşlarımızı tanıtmalıyıq. Və döyüş yolunda olan qardaşları ilə bərabər qardaşlarımızla mübariz qardaşımın döyüş yoldaşları, qardaşları, şəhid olan qardaşlarımızın məqamı ucaq olsun deyirəm. Allah hər zaman məqamın ucaq eyləsin. Ey gözəl Allahım, şax damardan bizə yaxın olan Allahım, bizləri nur üzlü qardaşlarımızın önündə ruhu qarşısına bizləri utandırma ya Rabbim. Allah, sən özün böyüksən, hər şeyin sahibi sənsən, zəkanı verən, ağlı verən sənsən. İnsanların ağlını əlindən alma.